Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün biz sizlərlə müsahibədə özümüzü necə təqdim etməliyik, ona baxacağıq. Müəllimlər mənim çox soruşurdu ki, Coşqun müəllim, biz müsahibədə nə deyək, bunu deyəkmi, onu deməyəkmi, burada hansı formada danışaq və müxtəlif baxdığım videolar var, müəllimlər çaşdırırlar və mən nəzərə aldım ki, bununla bağlı müsahibədə özümüzü necə təqdim eləməliyik və bununla bağlı bir müsahibədə özümüzü təqdim eləmə qaydasını da sizlərə verim. Bununla bağlı bir sistem çıxarmışam. 4 mərhələyə bölmüşəm özünü təqdim eləməni. Yəni sistemli şəkildə siz də deməli yaxşı olar ki, müsahibə özünü təqdim eləməmişdən əvvəl bir özünüzü təqdim eləməyin cızmaqarasını hazırlayasınız və əvvəlcədən biləsiniz ki, nələri deyəcəksiniz və ona uyğun belə deyək ki, müsahibədə özünüzü təqdim edəsiniz. Və müsahibədə özünü təqdim etmək çox rahat, səlis və axıcı olmalıdır və müəllim pedaqoji cəhətdən ustalığını burada da göstərməlidir. İndi keçək başlayaq özünü təqdim eləməyə. Başlamamışdan əvvəl videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın ki, bu kimi video dərslərdən anında məlumatlı olasınız. Müsahibə özünü təqdim eləməkdə deməli ən birinci yaxşı olar ki, yəni sertifikasiya imtahanı müsahibə mərhələsində iştirak edən müəllimlər ən birinci təbii ki, ad, soyad, ata adı ilə başlayırıq. Bəli, müsahibə özünü təqdim eləmə mərhələsində ad, soyad, ata adı ilə ən birinci biz özümüzü təqdim eləməyə başlamalıyıq. Mən filankəsov filankəs, filankəs oğlu deməli ən birinci və filan yerdə anadan olmuşam. Doğulduğunuz tarixi də burada deyə bilərsiniz. Və daha sonra burada orta məktəb, daha sonra gəlir təhsilimiz. Ad, soyad, ata adı, doğulduğunuz tarixi deyəndən sonra təhsilimiz haqqında məlumat verməliyik. Bəli, təhsilimiz hökməndir, yəni onun haqqında məlumat verməliyik. Orta məktəb, filan vaxtda mən məktəbi filan vaxtda məktəbi bitirmişəm. Yəni məktəbdə ki fəaliyyətlərinizdən durub danışmağa ehtiyac yoxdur. Orta məktəb, deməli 1998-ci ildə filan məktəbin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirmişəm. Vəssalam. Təhsilimiz, məktəbi qısa demək lazımdır. Təhsilimiz məktəbdən başladıq, hansı məktəbi bitirmişik və daha sonra hansı universitetə neçə balla qəbul olmuşuq. Filan ildə 600 balla, misal üçün 580 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi fakültəsinə daxil olmuşam və həmin universiteti demək olarmı müəllim qırmızı diplomla bitirmişəm. Bəli, fərqlənmə diplomu ilə bitirmişəm, vurğulamaq olar təhsilimizdə. Məktəbi dedik, sonra universitetimizi deməliyik təhsilimizdə. Deməli, bəzi müəllimlər var ki, deyir Coşqun müəllim, bizim 2 ali təhsilimiz var. Mənim 2 ali təhsilim var. Misal üçün, birinci filan ali təhsilim, sonra filan ali təhsilim. Demək lazımdırmı? Bəli, bu sizin, belə deyək də, təhsilinizin sizin nə dərəcədə bu sahədə usta olmağınızdan irəli gəlir, bu sahə üzrə nə dərəcədə yetişmiş bir insan olmağınızdan irəli gəlir və bunu qarşı tərəfə, müsahibə götürən tərəfə təhsilimiz haqqında bizim digər universitetlər, 2 universitet bitirmişiksə onu deməli bildirmək olar. Daha sonra magistr təhsilim var. Mənim magistr təhsilimi demək olar ki, mən magistratura təhsil almışam filan universitetdə, filan ildə bakalavr, filan universitetdə magistr təhsil almışam. Onu da demək olar. Daha sonra hansısa doktoranturada təhsil alırsan, məsələn magistraturanı da bitirmişəm. Hal-hazırda filan universitetdə filan sahə üzrə elmi işlə, yəni doktorantura pilləsində, səviyyəsində təhsil alıram, filan elmi iş üzrə araşdırma aparıram. Onu da vurğulamaq olar. Deməli, birinci ad, soyad, ata adımızı bildirəndən sonra müsahibə mərhələsində adımızı, soyadımızı, ata adımızı bildirdik. Daha sonra təhsilimiz haqqında məlumat vermək olar. Bizim təhsilimiz orta məktəb haqqında qısa məlumat verdin, keçdin universitetin haqqında məlumat verdin. 2 universitetdə 2 ali təhsilin varsa, hər ikisini demək olar, demək lazımdır. Magistraturada təhsil almısansa, onu demək olar. Hal-hazırda doktorantura təhsil almısansa, onu demək olar və yaxud da doktorantura təhsilini bitirib hansısa bir elmi müdafiən varsa, onu da demək olar. Onlar hamısı bizim təhsilimizin içərisindədir. Daha sonra gəldik pedaqoji fəaliyyətimiz. Yəni biz neçə ildir ki, müəllimlik fəaliyyəti ilə məşğul oluruq.
Burada həssas bir məqam var. Deyirlər ki, Coşqun müəllim, misal üçün mən müəllim işləməmişdən qabaq filan bankda mühasib işləmişəm, filan bankda kassir işləmişəm, kredit mütəxəssisi işləmişəm, bələdiyyədə işləmişəm, icrada işləmişəm. Yaxşı olar ki, bunları deməyim. Pedaqoji fəaliyyət odur ki, dəyərli müəllimlər, hansı, yəni bizim qarşı tərəfdə bizim müsahibə edən şəxsə nə lazımdır? Bizim pedaqoji fəaliyyət, müəllimlik fəaliyyətimiz lazımdır. Tamam. Sən əvvəllər başqa bir orta məktəbdə çalışmısan, sonradan pedaqoji fəaliyyətini başqa bir məktəbdə davam etdirmisənsə, sən əvvəllər işlədiyin orta məktəbi deyə bilərsən. Amma ki, bu mənim şəxsən öz fikrimdir ha. Sən əvvəllər filan yerdə, məsəl üçün bələdiyyədə, nə bilim, bankda, orada-burada işləmisənsə, bu sənin pedaqoji fəaliyyətin sayılmır. Ona görə də sən onları kənara qoyub filan ildə müəllim kimi fəaliyyətə başlamışam və artıq neçə ildir ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Əvvəllər misal üçün filan məktəbdə işləmişəm, sonra yer dəyişmə edib misal üçün yer dəyişmənin səbəbini də deyə bilərik. Sonra misal üçün də əvvəllər filan kəndin məktəbində işləmişəm, sonra misal üçün daha çox bal toplayaraq şəhər mərkəzinə gəlmişəm, yer dəyişmə edib şəhər mərkəzinə gəlmişəm. Yəni hansı məktəbdə neçə il fəaliyyət göstərmisinizsə, onları deməliyik. Aydındırmı? Və bir də müəllim, baxın, çalışın, müsahibə mərhələsində buna əməl eləyin. Ləhcədən, ara sözlərdən, bunlardan istifadə eləməyin. Elmi üslubda danışmaq lazımdır sertifikasiya müsahibə mərhələsində. Səlis, axıcı nitqlə danışmaq lazımdır. Deməli, ad soyad dedik. Təhsilimiz harda oxumuşuq, orta məktəbi, universiteti, magistraturanı, doktorantura təhsilimiz varsa onları dedik. Sonra pedaqoji fəaliyyətimizlə məşğul olmağımız haqqında, deməli deməli çalışdığımız illəri, hansı məktəbdə nə qədər, neçə il pedaqoji fəaliyyətlə məşğul olmuşuq, onları demək lazımdır. Və gəldik ən sonuncu təhsildə uğurlarımız. İndi burada hər bir şey var. Təhsildə uğurlarımız nədir? Aha, bax, bu təhsildə uğurlarımız artıq kulminasiya nöqtəsidir. Bunu axıra saxlamışam. Və ən sonda başladın ad soyadı dedin, məktəbini dedin, universitetini dedin və gəldin pedaqoji müəllimliyini dedin. Bu illər ərzində indi təhsildə uğurlarımız hansılardır? Bu illər ərzində çox mənə suallar verirlər ki, hansı uğurları deyək? Ən birinci, bax birinci, dərslik müəllifisiz. Ola bilər ki, hansısa bir dərsliyin müəllifisiz, kitab müəllifisiz. Bu bir təhsildə uğurdur, bunu görmək olar. Sonra hansısa ildə ilin müəllimi adına layiq görülmüsüz, bu təhsildə uğurlarınızdır. Sonra bu il, cari ildə və yaxud da əvvəlki illərdə sizin dərs keçdiyiniz orta məktəbdə dərs keçdiyiniz şagirdlərdən söhbət gedir ha, yoxsa hazırlıq qrupunuzdakı fərdi məşğələdəki şagirdlərdən söhbət getmir. Orta məktəbdə dərs dediyiniz sizin sinifin şagirdlərinin yüksək nəticələri. Misal üçün mənim həm dərs keçdiyim, həm də tarix müəllimi olduğum, həm də sinif rəhbəri olduğum 11-ci sinifi bu il deməli 5 nəfər yüksək balla ölkənin nüfuzlu ali məktəblərinə qəbul oldular. Deməli bu bir özü təhsildə uğurdur. Deməli elə ilin müəllimi adı almaq, dərslik müəllifi almaq, sizin şagirdlərinizin hər əvvəlki illərdə, cari ildə göstərdiyi nəticələr, yəni məşğələdəki o ödənişli hazırlıqdakı uşaqlardan demirəm ha, məktəbdə dərs keçdiyiniz uşaqların uğurları sizin fərdi, yəni uğurlarınız sayılır. Daha sonra gəldik, əməkdar təhsildə adlar var. Əməkdar müəllim, qabaqcıl təhsil işçisi, tərəqqi medalı. Bunlardan hansını almısınız? Və yaxud da misal üçün onları demək olar ki, mən filan ildə deməli Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən və yaxud da Azərbaycan Respublikası Prezidenti tərəfindən filan fəxri ada layiq görüldüm, əməkdar müəllim adına layiq gördüm, tərəqqi medalı verdilər mənə, qabaqcıl təhsil işçisi verdilər. Bu da təhsildə uğurlarımızdır bizim. Aydın oldu dəyərli yoldaşlar. Və yaxud da misal üçün də deyə bilərik ki, misal üçün təhsildə uğurlarımız davam edir. Filan vaxtda misal üçün mənə rayon rəhbərliyi, filan rayonun icra hakimiyyətinin başçısı, təhsil şöbə müdürü, təhsil müdürü tərəfindən fəxri fərmanlar verdilər mənə. Bunları da filan də misal üçün qabaqcıl olduğuma görə filan. Misal üçün bunları da vurğulamaq olar ki, hansısa Təhsil Nazirliyi tərəfindən, rayon icra hakimiyyəti tərəfindən, təhsil şöbəsi, təhsil idarələri tərəfindən sizlərə fəxri fərmanlar, adlar verilə bilər. Bunların hamısını təhsildə uğurlarımız siyahısına qatmaq olarmı? Olar. Və ən sonda təhsildə uğurumuz da, ən sonuncu uğurumuz nə olur?
olur bizim sertifikasiya imtahanının birinci mərhələsindən uğurla keçməyimiz. Bu da təhsildə uğurluğumuzdur və bu son addım olur və mən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsil verənlərin sertifikatlaşma imtahanında iştirak edərək, misal üçün 55 bal topladım və bununla da artıq belə deyək də, yekun çıxışımızı özümüzü təqdim etməyi yekunlaşdırırıq. Və 56 bal topladım, 51 bal topladım, 45 bal topladım, balımızı deyirik. Və burada deməli bəzi müəllimlər var ki, bal aşağıdır. Təbii ki, hər kəs 48 toplamayıb, hər kəs 50-ni keçməyib. 45-ləri 40-40, 50-ləri başa düşdük, 50-lərdən yuxarıları başa düşdük. Bəzi müəllimlər var ki, deyir ki, müəllim, mən keçici toplamışam. Misal üçün, mən 31 toplamışam, mən 32 toplamışam, mən 35 toplamışam, mən nə deyim bəs orada? Əvvəla, balımız nədir, onu deyirik. Elm və Təhsil Nazirliyinin apardığı təhsil verənlərin sertifikatlaşma imtahanının birinci mərhələsində 32 bal toplamışam və nəticəmlə razı deyiləm. Yəni, sonra bunu vurğulamaq lazımdır ki, nəticəmlə razı deyiləm. Təbii ki, aşağı bal toplayan müəllimlərin hər birinin müxtəlif səbəbləri var. Misal üçün, bayaq qruplarımızda biri deyir ki, mənim yoldaşım xəstə oldu. Misal üçün də qadın müəllimədir, yoldaşı xəstə olub, il boyu ona çox ağır xəstəlik keçirdib və başı ona qarışıb ailə problemlərinə və ona görə də misal üçün 30 neçə bal toplayıb. Yaxşı hazırlaşa bilməyib. Təbii ki, bu elə də əsaslı deyil. Müəllim illərlə onsuz da bu yəni özlərində işləməlidir, onlar da deyə bilərlər. Bizim cavabımız belə olacaq ki, mən öz bu deməli balımla razı deyiləm. Ailədaxili problemlər, sosial qayğılar mənə belə deyək də təsir göstərdi və ona görə də mən bu il təhsil verənlərin sertifikatlaşma imtahanında aşağı nəticə göstərdim və mən bu nəticəmlə razı deyiləm və mən öz üzərimdə artıq imtahandan bu yana da öz üzərimdə işləyirəm. O sosial problemlər şükür Allaha artıq aradan qalxıb və növbəti illərdə mən təhsil verən sertifikatlaşma imtahanında, təkrar sertifikatlaşma imtahanlarında yüksək nəticə göstərməyi qarşıma hədəf qoymuşam deyə bu formada özümüzü təqdim aparmağımız lazımdır. Deməli, özümüzü təqdim edən zaman, deməli, sərbəst, nitqimiz axıcı olmalıdır. Ad, soyad, ata adımızı vurğulamalıyıq, doğum tariximizi demək olar. Daha sonra təhsilimiz, orta məktəb, universitet, neçə universitetdə oxumuşuq onlar haqqında məlumat vermək olar. Magistr imtahanı, doktorantura imtahanı, magistr deməli təhsilimiz, doktorantura təhsilimiz, pedaqoji fəaliyyətlərimiz haqqında məlumat vermək lazımdır ki, hansı məktəbdə nə qədər çalışmışıq, hal-hazırda hansı məktəbdə pedaqoji fəaliyyətimizi davam etdiririk və təhsildə uğurlarımız haqqında ən sonda məlumat verməliyik. Və sizə sonda belə bir öz dərsliyim haqqında məlumat verim. Bu kimi özünü təqdim etmə qaydaları və müsahibədə verilən sertifikasiya imtahanında verilən bütün suallar və onların geniş cavabları, geniş izahlı təhlilləri bu kitabın içərisində var. Kitabın qiyməti 12 manatdır. Kitabı əldə etmək üçün 051 580 94 28 nömrəsinə WhatsApp-da yaza bilərsiniz, dəyərli müəllimlər. Bir də müsahibə mərhələsinə özü hazırlaşan müəllimlər üçün bu dərsin rəy hissəsinə bir dənə qrup linki yerləşdirəcəm, ödənişsiz WhatsApp qrup linki. Həmin qrup linkinə daxil olub orada deməli ödənişsiz müsahibə qrupudur və həmin qrupda da ödənişsiz olaraq dərs izahları, video materiallar, PDF-lər, müxtəlif canlılar paylaşılacaq. Həmin o video WhatsApp qrupumuza da abunə olub həmin ödənişsiz dərsləri əldə edə bilərsiniz. Təşəkkür edirəm. Növbəti dərslərdə görüşərik.